İrlandiya dünyanın ən dinc 3-cü ölkəsi hesab edilir, lakin xalqın narazılıq etdiyi başqa bir məsələ isə səhiyyə sistemidir. İnsanlar xəstə olduqda istədikləri kimi xəstəxanaya gedib pulsuz müayinə oluna bilmirlər. Əvvəlcə qeydiyyatda olduqları ailə həkiminə müraciət etməlidirlər. Ancaq bu həkimlərdən randevu almaq da asan deyil. Xəstəxanaya yalnız həkim yönləndirərsə gedə bilərlər. Burada 24 saat fəaliyyət göstərən aptek tapmaq isə demək olar ki, mümkünsüzdür. Ölkədə metro yoxdur. Sadəcə dağətəyi bölgələrdə işləyən bir tramvay xətti və şəhərlər arası nəqliyyatı təmin edən qatarlar var. Ancaq ölkədən xaricə getmək olduqca asandır. Burada insanlar cəmi 2 saatlıq əmək haqqı ilə ölkə dəyişə bilirlər. Çünki dünyanın demək olar ki, hər yerində ucuz nəqliyyat xidməti göstərən hava yolları şirkətləri mövcuddur. İrlandiya əsasən yağışlı və tutqun hava şəraiti ilə tanınır. Bu da insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Bəs İrlandiyalılar ümumiyyətlə necə insanlardır? İlk növbədə onların xarakterik görünüşü var. İnsanların 86% ya mavi ya da yaşıl gözləri var. 77% isə çox açıq dəri rənginə və ya çillərə sahibdir. Dünyada qırmızı saçlı insanların nisbəti 2% belə keçmədiyi halda İrlandiya və Şotlandiya ən çox qırmızı saçlı insanın yaşadığı ölkələrdəndir. Burada hər 10 nəfərdən biri qırmızı saçlıdır. Onların çoxunun soyadı oğul mənasını verən Mek və nəvə mənasını verən Ov kimi ön şəkilçilərlə başlayır. İrlandiyalılar olduqca mehriban və nəzakətlidirlər, həm də yüksək humor hissinə malikdirlər. Elə bu səbəbdən pandemiya zamanı hökumət rəsmi qərarla yeni il ərəfəsində Şaxta babaya uşaqlara oyuncaqlar paylaya bilməsi üçün uçuş icazəsi verdi. Bu onların zarafatçıl xarakterinin bir nümunəsidir. Daha gülməli olmaq üçün hətta xüsusi bir ritualları da var. Blarney qalasında yerləşən bir daşı öpənlərin zarafat etmək bacarığının artacağına inanılır. Hər il 400 mindən çox insan məhz bu məqsədlə həmin qalaya baş çəkir. Bununla yanaşı İrlandlar mübariz və azad ruhlu insanlardır.